Birinci növbədə bu hərəkətləri eləmək düşüşlükdür. İkinci növbədə trolluqdur. Üçüncü növbədə dövlətə xəyanət eləmək üçün ən azı Hikmət Hacıyev kimi təhsilli olmaq lazımdır. Onun qədər böyük bir təhsil yolu keçib, sonra da gəlib belə bir ədalətsiz rejimin yanında yer almaq, onları müdafiə eləmək və vətəndaş haqlı olduğu halda vətən millət söhbətlərini ortaya atıb, mövzunu manipulyasiya edib, vəziyyətdən çıxmaq məsələsidir. Hikmət Hacıyevin troll olaraq vəzifəsi odur ki, qarşısında haqlı olan insanı necə səhv çıxarda bilərəmdir. Yəni Hikmət Hacıyev və onun kimlərin funksiyası rejimin içində bundan ibarətdir ki, rejimin haqsızlıqlarını müdafiə eləsinlər, səhvi düz kimi göstərsinlər. Bugün qarşısına keçib bir siyasi mühacirin deyir ki, sən vətənə xəyanət eləmisən. Faktı ki, bu mühacirin siz atasını, əmsini dəfələrlə şərləmisiniz. Özü də cinayət məsuliyyətinə cəlb olunub, müəyyən həbs müddəti alıb, amma adam azadlıqdadır və digər ölkədədir. Azərbaycan hökumətinin nə qədər absurd olduğu buradan görünür, amma eyni vaxtda özlərini arsızlığa qoyublar. Hikmət kimi trolları da mədəni insan kimi qələmə verməyə çalışırlar. Hikmətlə eyni ağılda olan bəzi trollar da durmadan Hikməti tərifləyir.